Salam, hər vaxtınız xeyir olsun hörmətli konfrans iştirakçıları. Yeni bir konfransla yenə sizlərlə bərabərik. Bu gün də bir-birindən dəyərli millət vəkillərimizlə, gənclərimizlə bu gündən bağlı çıxışlarımız olacaq. Mən istəyirəm indi bir videonu sizlərə təqdim edim, daha sonra sözü qonaqlarımıza verək. Bizim bayrağımız bizim gurur mənbəyimizdir. Kaldırdığım bayrak eşk olsun. Bizim bayrağımız bizim canımızdır, bizim yüreğimizdir. Bugün Azerbaycan'ın her bir yerinde Azerbaycan bayrağı dalgalanır. Eşk olsun Azerbaycan bayrağına. Yaşasın Azerbaycan. Gözün aydın ey ana vətən, şəhidlərin batmadı qanı. Səfər çaldın bu savaşda sən, qalib adım gəzdi cahanı. Uca dağlar boyandı nura, Kırpılar nəğmə söyləyir. yollar boyu açıldı günlər, ay ulduzlu bayraqlar qoşar. Xarı bülbül qalxıbdı təzə tər. Bayram edir cəng ilə susar, igid əskər ağ olsun özün. Sağ ol desəm azalar sənə, Azad edib torpaqlarını, fərəh verdin millətinə. mən bir millətəm, tarix yazan. Səfərim dillərə dastan, dursa qarşımda bütün cahan. Vermərəm öz torpağından. Mən bir millətəm, tarix yazan. Şanlı qələbəm çıxmaz yadda, bir ağızda deyək hər an, yaşasın Azərbaycan. Milletimiz hak yolcusu, hakkınızı dönen değil. Bayrağımız İsrail'idir, yükseldiyse elen değil. Bu bayrakta ölmez ruhum, hem geçmişti hem gelecek yurdumuzun. Torpağına can demişəm, torpağına can demişəm. Suyuna mercan, mercan demişəm. Suyuna mercan, mercan demişəm. Canıma kurban, kurban demişəm. Canıma kurban.
Bütün bu tarihi nailiyyətlərlə bağlı bir daha əziz xalqımı təbrik edirəm. Biz qürur hissi ilə bu 5 ili yaşamışıq və əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti, qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Bu torpaqlarda əbədi Azərbaycan bayrağı dalgalanacaqdır. Çok güzeldi. Yani hakikaten güzel hazırlanmışsın. Teşekkürler. Beni şeye götürdün. O Tovuz gecesine gene götürdün. Çok memnun kaldım. Dün de ben yaptığım programda video göstermiştim. Bayrağın anlamında. Hatırlıyor musun? Zafer gününde 2021'de Bakü'daydık. Her taraf böyle ayakta. Ben de gençlerle dans ediyorum. Türk bayrağıyla. Katlarken bayrağın ucu hafifçe yere değdi. Gencin biri böyle bir koştu. Elini attı bayrağın altına kaldırdı böyle havaya. Ona saldığım yerde dün programı bitirdim. Bana onu hatırlattın. Yani o bayrağın anlamı bakımından günün konusuyla ilgili çok güzel programdı. Çok Bugün sağ de olun. güzel hazırlamışsın. Tebrik ederim. Beni götürdün yine Azerbaycan'a. İnşallah en yakın zamanda yine geleceğim. İnşallah. İnşallah hocam. İlk olarak sözü Türkiye Cumhuriyeti Böyük Millet Meclisi Milletvekili İbrahim Köşter hocamıza vermek istedim. Buyurun İbrahim hocam, söz sizdedir. İlhan Hocam hoş geldiniz. Sağ olun, sağ olun. Evvela program yapımcımıza, bizi izleyenlere ve programa katılanlara sevgi ve saygılarımı sunuyorum. Günde de beraber olmak çok önemliydi. Keyifle katıldık. Evvela Azerbaycan'ımızın 8 Kasım'daki bu Karabağ Savaşı'ndaki başarısı ve örnek bir birlikteliğin, beraberliğin oluştuğu yerden ne kadar mutlu olduğumuzu anlatamam. Ve az önce de programdan önce de bahsettim. Esasında savaşın yıl dönümü, 5. yıl dönümü 10 Kasım olmasına rağmen değerli Cumhurbaşkanımız Aliyev'in bugün Atatürk'ün anında vefat günü olduğu için 8'ine çekmesi çok büyük bir mana ifade ediyor. O manada da 8 Kasım kutluyorum. Nice güzel günler hep beraber erişelim. Katılımcılarla beraber aynı duyguları paylaştığımıza inanıyorum. Çanakkale çok önemli bir mekandır. Bütün Türk Cumhuriyetlerine örnek bir mekandır. 7 düvelle savaşan bu halkım küçücük imkanları ve imkansızlıklarla bu işgal kuvvetlerine uzaklardan gelip Çanakkale'de ders verme adına gelenlere vermiş olduğu cevap her şeye bedeldir. Yaşasın Türkiye Cumhuriyetleri ve birliktelik ve kardeşliğimiz. Programımız hayırlı olsun. Bizi izleyenlere de can selamlarımızı gönderiyoruz. Kutlu olsun. Çok sağ olun İbrahim hocam. Teşekkür Çok çok ederim. teşekkürler. Hem katılımınızla hem özel olarak özel mənzərədən də katılımınızla bizlere şeref verdiniz. Çok sağ olun, var olasınız. Allah razı olsun. Yani ben teşekkür ederim kardeşim benim. Çok sağ olun. İndi isə sözü Azərbaycan Respublikası Milli Məclisi Millətvəkili, Elm və Təhsil Komitəsinin sədri Professor Anar İskəndərov müəllimə vermək istəyirəm. Buyurun Anar müəllim, söz sizdə. İlhan Hocam hoş geldiniz. Ben de hamınızı salamlayıram. Tale ilə gətirib ki, 8 Kasım Zəfər günümüzdür. 9 Kasım'da Dövlət Bayrağı günüdür. O bayraq ki, o bayraq uğrunda biz yüzlərlə, minlərlə şəhidlərimiz oldu. Bəli, biz hardan hara geldik? Hocam da, İbrahim Hoca da dedi, biz Birinci Cahan Müharibəsində Çanakkala döyüşü gedəndə biz Rus təbəsiydik. Rusiyanın işğal altındaydık. Ancaq biz gizli yollarla Osmanlı'ya geldik ve Çanakkala döyüşlərində üst-üstə 5000'e kadar şəhid verdik. Bunu ancaq qardaş edə bilərdi, dost edə bilərdi, etdik. Biz 1918-ci ilin mayısında Müsəlman şərqində ilk cumhuriyyəti elan etdik. Elan etdik ama əskər yox, silah yox. Bəs bu yardımı kim etdi?
Bu yardımı Qafqaz İslam Ordusu deyilən bir ordu bizə köməyə gəldi. Ordunun komutanı 29 yaşlı Nuri Paşa. Mən bununla bağlı sizdən bir tarix bölüşmək istəyirəm. 1918-ci ildə Romaniyada Türk komutanı əskəri elan edir. Əskər, müharibə bitdi. Bu ayda, elə bu ayda, Kasım ayında. 3 il yarımdır ki, köyüzdən xəbəriniz yox, annədən, babadan, çocuğunuzdan xəbər yox. Haqqınız köyüzə dönməkdir. Amma Xəzərin sahilində dili bizim dilimizdən, dini bizim dinimizdən olan müsəlmanlar yaşayır. Mən yönümü sizə çevirirəm. Haqqınız köyüzə dönməkdir. Amma Allah rızasına Xəzər sahilinə də getmək olar. Nə oldu? Komutan dönəndə görür ki, 400 əskərin hamısı Xəzərin sahilinə Azərbaycanı erməni gavurlardan qurtarmaq üçün gəlir. Və sonra nə oldu? 4 aylı mücadilədə Qafqaz İslam Ordusu deyilən bu ordu 1330 nəfər şəhid verdi. Bugün o insanlar Bakıya gələndə, şəhidlər xiyabanını ziyarət edəndə sol tərəfdə Osmanlı Mehmetçikləri, sağ tərəfdə Azərbaycan Mehmetçikləri yatır. Bax, 70 il Sovet dönəmində bu tarixi heç kim bilmədi. Bu tarix gizli saxlanıldı. Amma Allaha min şükür ki, Azərbaycan yenidən öz bağımsızlığını elan edəndən sonra 1991-ci ildə əsl tarix yazıldı. Amma çox təəssüflər olsun ki, erməni çetiləri yenidən torpaqlarımızı işğal etdilər və dünyanın böyük dövlətləri də onlara köməkçi oldular, yardımcı oldular. Amma nəhayət uzun çətinliklərdən sonra 20% torpağı işğal olunan Azərbaycan güc tapdı və 2020-ci ilin 44 günlük zəfər müharibəsində düşməni darmadağın etdi və Azərbaycan öz torpaqlarını geri aldı. Bu müharibədə qardaş Türkiyə, dost Pakistan Azərbaycanın yanında oldular. Bəli, biz qələbəmizin 5 illiyini qeyd etdik və tarixdə çox az hallarda olur ki, bir dövlətin cumhurbaşqanı, bir dövlətin baş naziri o birinin hərbi paradına gəlir. Dünənki paradda Türkiyə Cumhuriyyətinin prezidenti Recep Tayyip Erdoğan cənabları və Pakistanın baş nazirinin bizim hərbi parada iştirakımız o deməkdir ki, biz müttəfiqik, biz dostuq, qardaşıq. Necə ki, Qaşt müqaviləsi ilə Naxçıvanın Azərbaycanın tərkibində qalmasında Mustafa Kemal Atatürk'ün əvəzsiz rolu oldu. Bugün də qardaş Türk dünyasının qurulmasında Azərbaycanın və Türkiyənin əvəzsiz rolu var. Mən əminəm ki, bugünkü konferansın təşkilatçıları da, konferansı iştirak edənlər hər biri də qalib Azərbaycanın səsini eşidir. Biz 30 il məğlub sayıldıq, amma biz 2020-dən sonra qalib dövlətik, qalib ölkənin vətəndaşları kimi biz dünyanın harasında Türk toplusu varsa onların köməyini gördük, onların dualarını eşitdik. O duaların nəticəsidir ki, Azərbaycan bugün uğurla bərpa olunur. Qarabağ və Zəngəzurda gecə-gündüz işlər gedir və Türk şirkətlərinin bu quruculuq işlərində müstəsna rolu var. Ona görə biz dünyanın hər bir ölkəsinə çağırışımızda deyirik, həmişə haqqı müdafiə edin. Haqq sizinlədir, haqq bizimlədir və biz də öz azadlığı üçün, öz bağımsızlığı üçün vuruşan hər bir xalqa deyirik, biz sizin yanınızdayıq. Bugün bizdən kənarda Rusiya-Ukrayna müharibəsi gedir, amma biz orada da haqqı müdafiə edirik. Kimsə güclüdür, onun yanında deyilik. Haqq kimindirsə o haqqı müdafiə edirik. Çünki tarix boyu Türk olaraq, müsəlman olaraq biz haqqı dəstəkləmişik. Və bugün də mən də fürsətdən istifadə edib bir millət vəkili kimi hər dəfə deyirəm, var olun, böyük Türk dünyası, böyük haqq dünyası sizin köməyinizlə, bizim cəsarətimizlə, Ali Baş Komandanın gücü ilə biz bağımsız olduq. Və bugün bizim İsraili bayrağımız o zaman bayraq qəbul olunanda bu bayrağı qəbul edəndə demişlər,
bir kere yükselen bayrak bir daha inmez. Biz bir daha imkan vermeyeceğiz ki o bayrak insin. Çünkü o bayrak şerefimizdir, namusumuzdur, gayretimizdir ve Türk dünyasında bizim yerimizi müəyyən edir. Ona da bugün bu mecliste toplaşan uzaq Nürnberg'den gelen kardeşimize sağ ol deyirəm. Bugün bize Çanakkale'nin güzel mənzərəsini gösteren İbrahim hocamıza sağ ol deyirik. Bugün bize kardeş olan Özbekistan'a deyirik. Biz həmişə sizin yanınızda, sizler de həmişə bizim yanımızda olmusunuz. Ve bugün de bizim uğurumuza bu kadar sevinirsiniz. Özbekistan'ın da her bir uğuru bizimdir. Aynı zamanda konferansa koşulan o biri dostlarımıza da, yoldaşlarımıza da öz şükralarımızı bildiririk. Sağ olun. Alan hocam çok teşekkürler. Yüreğinize sağlık. Allah razı olsun. Teşekkür Çox sağ ederim. olun Anar müəllim. Həm iştirakınız, həm xoş fikirləriniz üçün. Çok teşekkür ederim. İndi isə sözü Özbəkistan Cumhuriyyəti Ali Məclisi 4-cü dönəm Yasa Məclisi millət vəkili Gülbahar Saydıqaniyeva hocamıza vermək istəyirəm. Buyurun Gülbahar hocam, söz sizdədir. Gülbahar hocam hoş geldiniz. Bu toplantı sizlerle birlikte olmak benim için büyük bir onurdur. 8 Kasım Azerbaycan'ın milli tarihine altın harfle yazılmış gündür. Bu tarih yalnızca askeri bir zaferi değil, aynı zamanda bir milletin birlik, kararlılık, özgürlük ruhunun simgesini de ifade eder. Zafer kazanan bir halkın bayrağı işte bu büyük galibiyetin en kutsal semboludur. Çünkü bayrak milletin kalbinde yaşayan gururun, tarihin ve geleceğin birleşmiş halıdır. Azerbaycan bu bayrak altında vatan sevgisi, adalet ve bağımsızlık uğruna mücadele etti. Bu gurur sadece Azerbaycanlı kardeşlerimizin değil, bütün Türk dünyasının ortak gururudur. Çünkü Türklerin yaşadığı her toprak, ortak Türk yurdu Türkiye'nin bir parçasıdır. Bugün biz kardeş ülkelerden gelen konuklar da aynı duygulardan yaşıyoruz. Bizi birleştiren şey bıraktığımız tarihimiz, en önemlisi kalplerimizdeki kardeşlik hissidir. Şehitlerimize olan saygımızın ve geleceğe duyduğumuz inancın bir ifadesidir. Zafer bayrağı ise o inancın gökyüzündeki rengi, özgürlüğünün simgesidir. Türk dünyasının büyük evladı yazar Çingiz Aytmatov eserlerinde halkın hafızasının koparılmasını en ağır sonuçlara yol açacağını dile getirmiştir. İşte bu nedenle nesillere tarih öğretmek, büyük zafer yolunu daima hatırlatmak tarihi bir zorunluluktur. Milletin gururunu, özgür yurdun şerefini hissetmesi için bu son derece önemlidir. Azerbaycanlı kardeşlerimiz Xocalı katliamının başını geldiler. Lerçe Azerbaycanlı Karabağ'dan, Şuşa'dan soruldu. Oğuz yıllarından başladılar. Çünkü bugün ise ülkenin bilge lideri Cumhurbaşkanı İlham Aliyev'in önderliğiyle halk birleşti. Siyasi irade gösterdi. Tarihi adaletinden saylandı. Azerbaycan toprakları işgaldan kurtarıldı. Bu zafer ondan ki tatlı bir zaferdir. Şehitlerin hatırası ise ebedidir. Bu yolda Özbekistan devleti ve yüksek liderliği de daima kardeş Azerbaycan'ı fikren, manen ve ideolojik olarak desteklemiş, yanında olmuştur. Son yıllarda Özbekistan ile Azerbaycan arasındaki kapsamlı stratejik işbirliği de açık göstergesidir. Bu bayramda parlamentolar arası işbirliği, dostluk gruplarının faaliyetleri güçlenmiştir. Azerbaycan Milli Meclisi Başkanı Sayın Sahibi Gafarova ve milletvekili rahmetli
Ganira Hanım Paşayeva bu alanda büyük emek sarf etmişler. Özbekistan sohbetleri Azerbaycan'ı ziyaret ederek tek paylaşımında bulunmuşlardır. Her iki ülkede düzenlenen Azerbaycan ve Özbekistan kültür günleri ise halklarımızı birbirine daha da yakınlaştırmıştır. Bu noktada halk diplomasisinin de rol büyüktür. Edebi ve kültürel işbirlikleri, devrimci çalışmaların gelişmesi, iki milletin tek bir halk gibi kanatlanmasına vesile olmuştur. Özellikle Özbekistan'daki Heydar Aliyev'deki Azerbaycan Türk Mülkler. Aziz kardeşlerim, dünyada kendi bayrağını dalgalandırabilen bir halk, en büyük halktır. Yaşasın Azerbaycan, yaşasın Türk dünyasının sarsılmaz kardeşliği. Ben Azerbaycan'ı severim. Ben Hazar severim. Kardeş Azerbaycan ve tüm vesilesiyle en çiftlerimle kutluyorum. Azerbaycan'ın zafer altında daima güzellik ve refah içinde yükseliyorum. Konferans çabalarında üstün başarılar temenni ediyorum. Çok sağ olun. Çok teşekkürler. Gülbahar Hocam, Allah razı olsun. Yüreğinize sağlık. Ve verdiğiniz derin bilgilerden ortaya çıkardım. Yürekten o Türk dünyası, Türk kardeşleri derken görüyorum ki hem Özbekistan'dan, Azerbaycan'dan, Türkiye'den bu kardeşlik konuşmamız hep karşılık buluyor. Bunu çok güzel yansıttınız. Teşekkür ederiz. Çok sağ olun, Allah razı olsun. Hem katılımınız hem dostluq, qardaşlıq Şərəf mesajlarınız duydum. için teşekkür edirik. Var olasınız. Sağ olun. İndi isə keçək bizim gənclərə. İlk olaraq sözü Sumqayıt Dövlət Universitetindən Sona xanım Kərimovaya vermək istəyirəm. Buyurun Sona xanım, söz sizdədir. Axşamınız xeyir. Başda Anar bəy və Cəmaləddin Hoca olmaqla onun Hoş nəzdində olan geldiniz. bütün konferans iştirakçılarını salamlayıram. Aleykümselam. Bugün Azərbaycan xalqının ən qürur verici simvolları olan 8 noyabr və 8 noyabr Zəfər günü və 9 noyabr Dövlət Bayraq günü münasibətilə təşkil olunmuş konferansda mənə söz verdiyiniz üçün çox sağ olun. Çox qürur duyuram bu konferansda iştirak etməyə. Hal-hazırda burada başqa ölkələrin, yəni Türkiyə, Pakistan, Özbəkistan, Qırğızstan, Moğolistan və İndoneziyadan iştirakçılar görürəm və bir Azərbaycanlı gənc olaraq bu mənim üçün çox qürur vericidir. Çünki bu önəmli gündə, bu sevincli gündə onlar da bizimlə bərabər bu konferansda iştirak edirlər. Öz təşəkkürümü bildirirəm onlara. Bugünkü konferansın əsas məqsədi bu iki önəmli bayramı qeyd etmək, onu xalqımıza və bütün dünyaya məqsədini bir daha vurğulamaqdır. Zəfər günü 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədir. Bu qələbə təkcə torpaqlarımızın işğaldan azad olunması deyil, həm də ədalətin bərpası, xalqımızın birliyinin və qüdrətinin sübutudur. Bu zəfər, bu qələbəni qazanmaq üçün şəhidlərimizin qanı, qazilərimizin igidliyi və ordumuzun igidliyi ilə qazandıq. Bu qələbənin əsas qəhrəmanları şəhidlərimizdir. Allah onlara rəhmət etsin. Onlar Azərbaycan xalqını, Azərbaycan ölkəsini azad görmək üçün, üçrəngli bayrağımızı Qarabağ torpaqlarında dalğalandığını görmək üçün canlarından keçdilər. Onlar bir daha sübut etdilər ki, Azərbaycan xalqı bir olduqda heç kəs onu məğlub edə bilməz. Bugün azad Azərbaycan torpağında dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin əziz xatirəsini yaşadır. Bayraq dedikdə mən onu anlayıram ki, bayraq bir millətin kimliyini, müstəqillik ruhunu daşıyan ən müqəddəs simvoldur. Həmçinin də Qarabağ səmasında dalğalanan üçrəngli bayrağımız bizim birliyimizin ən uca rəmzlərindəndir.
Üçrəngli bayrağımız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş. Bu gün də dövlətimizin ən uca rəmzlərindən, ən müqəddəs rəmzlərindən biridir. Beləliklə sözümə yekun vurmaq istəyirəm. Zəfər günü bizə qələbənin sevincini yaşatdı. Bayraq günü isə bu qələbənin əbədiliyini xatırladır. Bu iki önəmli bayram bir xalqın gücünü, azadlıq eşqini və birliyini təcəssüm etdirir. Teşekkür ederim söz verdiğiniz için ve dinlediğiniz için çok sağ olun. Teşekkürler. Eyvallah. Yine güzel aydınlatmalı oldu. İnşallah daha böyle sık sık bir de geniş zamanlı bir programda da yine beklerim. Hep diyorum gençlerimize fırsat verirken böyle 2-3 dakikalık değil, bir de geniş zamanlı program. Anar bunları not al. İnşallah geniş zamanlı bir program daha yapalım. Başına hocam benim. İnşallah. Çok sağ olun. Aktarmakta iyi. Efendim? Çok sağ olun deyirəm, minnətdaram. Seve seve. Çox sağ olun Sona xanım, təşəkkür edirik. Cəmalcığım, Sona xanım bu qısa müddətə bu qədər məlumatı çatdırdısa, o necə deyirlər, böyük çıxışları da hak etdi. Zaten hayran kaldığım için dedim bu zamana doyamadım. En azından bir dahaki sefere bir geniş zamanı alalım da hem gençlerimizin böyle konuşurken doya doya izleyelim inşallah. İnşallah hocam, baş üstüne. Baş üstə. İnşallah Cemalettin hocam. Çok Evet, sağ evet. olun. Teşekkür ederim. Buyurun Sona xanım, bir daha təşəkkür edirik. İndi isə sözü Türkiyədən qatılan TRT radio proqram yapımcısı İrəm xanım Çətinqola vermək istəyirəm. Buyurun İrəm xanım, söz sizdədir. İrem hoş geldin. Hoş bulduk hocam. Saygıdeğer misafirler, değerli şehit aileleri ve kıymetli katılımcılar, hepinizi en içten duygularımla, saygı ve sevgiyle selamlıyorum. Evet. Bugün burada 9 Kasım Azerbaycan Bayrak Günü ve aynı zamanda Karabağ Zaferi'nin kutlu hatırasını yaşatmak için bir aradayız. Karabağ benim için sadece bir zaferin değil, Türk milletinin yeniden dirilişinin sembolü ve Türk dünyasının onur nişanıdır. Karabağ zaferi cesaretin, inancın, kardeşliğin zaferidir. Ve elbette Azerbaycan'ın yanında her daim dimdik duran canım ülkem Türkiye'nin desteği, bir millet, iki devlet anlayışının sadece bir söz değil, kardeşlik yemini olduğunu bütün dünyaya göstermiştir. Ve ben bir asker kızıyım. Vatan ve bayrak sevgisini kendim bildiğim bileli hep yüreğimde taşırım. Küçükken en büyük hayalim Karabağ'ı geri almak ve oraya aldığımız zaman oraya gidip görmek. Ama açık konu. Yani Ben de hep babama sorardım. Karabağ baba ne zaman alacağız diye. Babam da hep derdi ki vakti geldiğinde alacağız kızım, hiç merak etme derdi. Ve çok şükür geri alındı. Ve ben de geçen sene Karabağ'a gitme şerefine nail oldum. Ve en büyük hayallerinden birini gerçekleştirdim. Şuşa'yı, Hocalı'yı, Hankendi'yi, karış karış Karabağ toprağını gezdim. O kadar güzel duygular yaşadım ki. Ve orada gördüm ki Türk milletinin umudu yaşıyor. Her köyde, her bayrakta şehitlerimizin izleri, annelerimizin duasının yankısını gördüm. Ve işte Karabağ Zaferi o dualarının karşılığıydı benim için. Göklerde dalgalanan o bayrakta yine aynı şekilde şehitlerimizle annelerimizin duası vardı. Ve kıymetli şehit ailelerimiz, sizler bu milletin en değerli emanetisiniz. Evlatlarınızın aziz ruhu Karabağ'ın her karışında, her ezan sesinde yaşıyor. Evlatlarınızın hatırası bütün Türk milletinin kalbindedir. Ruhları şad, mekanları cennet olsun. Ve biliyoruz ki Karabağ Azerbaycan'dır. Bu söz şehitlerimizin kanıyla tarihe kazınmış bir gerçektir. Diyerek konuşmamı, sözlerimi Azerbaycan Umum Milli Lideri Haydar Aliyev'in sözleriyle sonlandırmak istiyorum. Biz bir millet, iki devletiz. Zaferimiz kutlu, kardeşliğimiz daim olsun. Üç renkli bayrağında mesut yaşa kardeş Azerbaycan. Sağ olun, var olun. çok teşekkür ederim. Allah razı olsun. Sağ olun. Anar'ın tehdidi altındaydınız belli. Sona Hanım da siz de böyle çok kısa zamanlama. Dediğim gibi hakikaten ikinize de doyamadım. İnşallah geniş zamanlı güzel programlarda bekleyeceğim. Çok güzel oldu. Teşekkür ederim. Türkiye'min o ruhunu yansıttığın için ayrıca teşekkürler. Çok teşekkür Hakikaten ederim çok hocam. içten ve Selamlar güzel ve bir laf. saygılar dilerim. Sağ olun. Teşekkür ederim. Çox sağ olun İrəm xanım. Təşəkkür edirəm. Uzun müddətdən sonra sizi də dinləmək çox xoş oldu. İndi isə sözü Özbəkistandan, indi isə necə deyirlər? İndi isə Özbəkistana gedək. Sözü Özbəkistan Gazetecilik və Kitle İletişim Üniversitesindən Mehrinoza xanım Farmanovaya vermək istəyirəm.
Buyurun Mehrunoza Hanım, söz sizdedir. Mevzu Hocam hoş geldiniz. Şeref verdiniz. Hoş bulduk. Merhaba saygıdeğer hocalar, sayın katılımcılar, dostlar, kardeşler. Genelde öncelikle Azerbaycan halkını ve onunla birlikte bütün Türk dünyasını, Azerbaycan, Türkiye, Özbekistan ve başka diğer ülkelere Zafer Günü'yle kutlayacağım. Yani bu sadece Azerbaycan'ın değil, bütün Türk dünyasının günü. Yani böyle bir şey var. Komşun dinç, komşun barışta olsa sen barışta olacaksın. Ama bizde komşu değilsiniz ama bizim için kardeşsiniz. Yani o yüzden bizim için çok önemli. Birlikte ben burada Konya'da okuyorum şimdi. Ama yüksek lisans için Selçuk Üniversitesi'ne geldim. Kendim Özbekistan ama Konya'da burada yüksek lisans okuyorum. Ve bir odada Azerbaycan dost arkadaşımla oturuyorum. O söylüyor, çok söylüyor yani Karabağ, Şuşa'nın alındığı zamanları, kardeşi ona katıldığını, ebeveynleri nasıl acı çektiğini ve sonuçta aldıklarınızda bütün memleket nüfusu ne kadar mutlu olduğunu ve bunun önemini yani milli birliğini toprağın alınması, kendi toprağın alınmasını, 44 gün süren vatan muhaberesini sonuçlarını çok söylüyor ve ben bundan çok etkileniyorum ve gurur duyuyorum. Yani böyle bir millet bize bunu sadece bu savaş değil, bir halkın kendi yeri için, milli birliği için, bağımsızlığı için, barışı için savaşması, çaba göstermesidir. Yani böyle düşünüyorum. Çox sağ olun Mehrunoza xanım, təşəkkür Çok edirik. çok teşekkürler. Evet. İndi isə gedək Pakistana. Now we give the floor to Mr. Ecazullah. Ecazullah, can you hear me? Yes, you can start. Ecazullah welcome. Aleykümselam. Ve aleykümselam. Thank you. Bismillahirrahmanirrahim. It's a great honor to represent Pakistan at this information conference on victory and flag, symbol of nation pride and unity. Qələbə və bayraq, milli qürur və birliyin rəmzləri belə bir On beynəlxalq konfransda Pakistanı təmsil etmək mənim üçün böyük bir şərəfdir. On behalf of the people and government of Pakistan, I sincerely congratulate to the brotherly people of Azerbaijan on this occasion of Victory and Day, November 8, and State Flag Day, November 9. These two important days are remind us of Azerbaijan's great victory. This representation of its independence and unity is very beautiful. Pakistan xalqı və hökuməti adından qardaş Azərbaycan xalqının 8 noyabr Zəfər günü və 9 noyabr Dövlət Bayrağı günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu iki əlamətdar gün Azərbaycan xalqının böyük qələbəsini, müstəqilliyinin bərpasını və cəsur xalqının birliyini xatırladır. As we celebrate these days of pride and unity, let us remember that the flag of your nation stand for its honor and hope. May the flag of Pakistan and Azerbaijan always fly high, showing the world our friendship and dreams for a better future. Bu qürur və birliyə həsr olmuş günləri qeyd edərkən, gəlin unutmayaq ki, hər bir millətin bayrağı onun şərəfini və ümidini təmsil edir. Pakistan və Azərbaycan bayraqları hər zaman uca dalğalansın, dünyaya dostluğumuzu, sülhümüzü və daha gözəl gələcək naminə ortaq arzularımızı göstərsin. Dear friends, a flag is not just a piece of paper. Peace is the soul and nation. It represents the faith,
courage, and sacrifices of the people who stand united and under it. Əziz dostlar, bayraq sadəcə bir parça deyil, o bir millətin ruhudur. O, onun altında birləşən xalqın inancını, cəsarətini və fədakarlığını təcəssüm etdirir. Of military that no challenge is to be overcome. Let me take a moment of talk about the beautiful flag of Azerbaijan. It carries deep meaning and pride. The blue color represents the Turkic heritage of Azerbaijan people. The red color stands for the progress, modernization, and democracy. The green color reflects Islam and strong faith of the Azerbaijani nation. Together, these colors remind the world of Azerbaijan's history, culture, and national pride. İcazə verin Azərbaycanın gözəl bayrağından bir qədər danışım. Bu bayraq dərin mənalar və qürur daşıyır. Mavi rəng Azərbaycan xalqının türk köklərini simvolizə edir. Qırmızı rəng tərəqqini, müasirləşməni və demokratiyanı təcəssüm etdirir. Yaşıl rəng isə İslamı və Azərbaycan xalqının güclü imanını ifadə edir. Birlikdə bu rənglər Azərbaycan tarixini, mədəniyyətini və milli qürurunu dünyaya xatırladır. Pakistan and Azerbaijan are more than just a partner. We are brothers. Our friendship is built on trust, respect, and shared values of peace and solidarity. Pakistan has always stood with Azerbaijan and will continue to support the people of their journey toward progress, stability, and lasting peace. Pakistan və Azərbaycan sadəcə tərəfdaş deyil. Biz qardaşıq. Dostluğumuz etimada, hörmətə və sülh, həmrəylik kimi ortaq dəyərlərə əsaslanır. Pakistan hər zaman Azərbaycanın yanında olub və onun xalqını inkişaf, sabitliyi və davamlı sülh yolunda dəstəkləməyə davam edəcək. As we celebrate these days of pride and unity, let us remember that the flag of your nation stands for its honor and hope. May the flag of Pakistan and Azerbaijan fly high, showing the world of our friendship, peace, and shared dream for a better future. Thank you Bu qürur very və much. birliyə həsr olmuş günləri qeyd edərkən, gəlin unutmayaq ki, hər bir millətin bayrağı onun şərəfini və ümidini təmsil edir. Bir daha qoy Pakistan və Azərbaycan bayraqları hər zaman uca dalğalansın, dünyaya dostluğumuzu, sülhümüzü və daha gözəl gələcəyin anı ortaq arzularımızı göstərsin. Təşəkkür edirik. Thank you very much for your heartfelt and meaningful words, Thank you Mr. very Ejaz. much. Your message of brotherhood and solidarity truly touched us. We deeply appreciate Azerbaijan. Pakistan's continuous support and friendship toward Azerbaijan. May our friendship remain strong and may the flags of our nations always fly high together in peace and pride. Thank you very much. Thank you. İndi isə gedək Qazaxıstana. İsə sözü Qumliyev Avrasiya Milli Universitetindən Aysel Meyrikan xanıma vermək istəyirəm. Buyurun Aysel xanım, söz sizdədir. Merhaba, saygıdeğer katılımcılar. Bugün Azerbaycan tarihinin en önemli günlerin biri olan 8 Kasım Çağdaş Zafer Günü anıyor. Bu gün sadece 44 günlük Vatan Muharebesi'nin değil, 1. Karabağ Savaşı, 2016 Nisan çatışmaları, 2. Karabağ Savaşı ve antiterör operasyonları ile yıllar süren mücadelenin zaferle sonuçlandığı tarihi bir dönüm noktasıdır. Bu zafer Azerbaycan'ın toprak bütünlüğü yeniden sağlamış ve ulusal ruhunu daha da yükseltmiştir. Zafer Günü 2020 yılında Cumhurbaşkanı İlham Aliyev'in kararıyla resmi bayram olarak ilan edilmiştir. 8 Kasım'ın seçilmesi tesadüf değildir. Çünkü tam da bugün Şuşa şehri Azerbaycan'ın kültürler başkenti ve ulusal ruhunun simgesi. İşgalden kurtarılmıştır.
Şuşanın özgürlüğü savaşın doruk noktası ve düşmanın kesin olarak yenilgiye uğradığı andır. Bugünkü kutlama yalnızca askeri bir zafer değil, ulusal birlik, milletin onuru ve özgürlüğün simgesidir. Ancak bugünün en kutsal yönü vatan için canını feda eden şehitlerimizi anmaktır. Bu zafer öncelikle şehitlerimizin fedakarlığı sayesinde kazanıldı. Onlar bağımsızlığımızın sönmeyen ışıklarıdır. Her bir şehit kahramanlığın en yüksek örneğidir. Biz bugün onların ardında duran cesur anneler ve yiğit evlat yetiştiren babaların derin saygı sunuyoruz. Onların sabrı ve vatan sevgisi gerçek kahramanlığı simgesidir. Şehitlerimizin kanı bize bir gerçeği hatırlatır. Özgürlük, barış ve onur büyük fedakarlıklara korunur. Biz gençler ister Kazakistan'dan, ister Azerbaycan'dan, ister başka ülkelerden olalım, ortak bir sorumluluk taşıyoruz. Şehitlerin kutsal mirasını yaşatmak ve dünyayı daha barışçıl, adil ve merhametli bir yer haline getirmek. Bugünkü anma sadece Azerbaycan şehitlerini onurlandırmakla kalmaz. Aynı zamanda halklarımızı arasındaki dostluk ve kardeşliği güçlerinden önemli bir adımdır. Ayrıca vurgulamak gerekir ki bu tarihi zafer tüm Türk dünyasının ortak sevincidir. Türk halklara Azerbaycan'ın adalet mücadelesinin kardeşlik ruhuyla desteklemiş ve bu zafer yürekten paylaşmıştır. Saygılarımla teşekkür ederim. Zafer günü kutlu olsun. Çok sağ olun Aysel Hanım. Tamam. Çok sağ olun. Teşekkür ederim. Aser ismi gibi güzel konuştu zaten. Sağ olun. Çok sağ olun hocam. Teşekkür ederim. İndi isə gedək Qırğızstana. Cusuk Balasagın Qırğız Milli Universitetindən Saykal Musabeyova xanıma söz verdi. Hoş geldiniz. Hoş bulduk. Herkese merhabalar. Sayın katılımcılar, değerli misafirler ve sevgili kardeşlerim, hepinizi Kırgızistan gençliği adına içten sevgi ve saygılarımla kutluyorum, selamlıyorum. Bugün burada Azerbaycan'ın 8 Kasım Zafer Günü ve 9 Kasım Bayrak Günü vesileyle bir araya gelmekten büyük bir mutluluk ve gurur duyuyorum. Bu anlamlı günler sadece Azerbaycan halkı için değil, tüm Türk dünyası için de birlik, dayanışma ve gururun simgesidir. 8 Kasım Zafer Günü, affedersiniz, 8 Kasım Zafer Günü Azerbaycan'ın Karabağ'da elde ettiği büyük zaferin, özgürlüğün ve vatan sevgisinin en parlak sembollerinden biridir. Bu zafer sadece bir savaşın değil, aynı zamanda bir milletin kararlılığının, cesaretinin ve inancının simgesidir. O gün Azerbaycan halkı tüm dünya daha bir kez gösterdi ki kendi toprağını, bayrağını ve onurunu koruyan bir milleti hiçbir güç durduramaz. Ve burada aynı zamanda kahraman şehitlerimizi ve onların fedakar ailelerini de anıyoruz. Onların cesareti ve fedakarlığı hepimize birlik, dayanışma ve vatan sevgisinin ne kadar değerli olduğunu hatırlatıyor. Şehit ailelere ve özellikle kahraman anne babalara saygı ve minnetlerimizi sunuyoruz. Ardından kutlanan 9 Kasım Bayrak Günü, bu büyük zaferin ve bağımsızlığının gururla dalgalanan simgesidir. Dalgalanan 3 renkli Azerbaycan bayrağı yalnızca bir kumaş parçası değil. Mavi renk, Türk mirasını ve halkın köklü kültürünü yansıtır. Kırmızı renk, modernleşmeyi ve ileriyi temsil eder. Yeşil renk ise İslam kültürünü yansıtır. Biz Kırgız gençliği olarak Azerbaycan gençliğiyle işbirliği içinde bu değerleri yaşatmayı ve geleceğe güçlü bir dayanışma bırakmayı amaçlıyoruz. Kültürlerimiz ve fikirlerimizi paylaşmak, birbirimizden öğrenmek ve ortak projeleri yapmak bizim için büyük bir önem taşımaktadır. Tüm Türk dünyasının gençleri tarih boyunca farklı coğrafyalarda yaşamış olsalar bile aynı köklerden geliriz.
Dilimiz, kültürümüz ve değerlerimiz birbiriyle örülüdür. Bu kardeşlik ve ortak miras biz gençlere hem ilham verir hem de sorumluluk yükler. Bugün aramızda sadece kardeş Türk halkları değil, aynı zamanda farklı ülkelerden katılan dostlarımızla bir aradayız. Hep birlikte ve karşılığı anlayış içinde geleceğe doğru yürüyelim. Bugün burada bulunmak aslında biz için sadece bir konuşma yapmak değildir. Aynı zamanda bir kardeşlik duygusunu paylaşmak, ortak değerlerimizi hatırlamak ve geleceğe dair umutlarımızı güçlendirmek anlamına geliyor. Ben Kırgızistan gençliği adına Azerbaycan kahraman halkına en içten selamlarımı sunuyorum. 8 Kasım Zafer Gününüzü ve 9 Kasım Bayrak Gününüzü tüm kalbimle kutluyorum. Hurmatlı konferansa katılışçıları, ben sizlerinin bu bayramda birge belgilep жатқанымdan қуаныштымын. Достығымыз бөлік olansın, gelecek efirge kadam taşlap деңгейлерді бекем сақтайлы. Madaniyatımızды, tilimizni, жана баалыктарыбызды урматтап, бири-биримизден үйрөнүп, арка сүйөк болуп жүрөлү. Дагы бир жолу жеңиш күнүңөр кутту болсун, жана желек күнүңөр кутту olsun. Çok rahmet. Çok çok teşekkürler Serkan kızım. Harikaydı. Bir de Kırgız Evet. lehçesinden de alırım. Çok güzel oldu. Evet, denk geldi. Çok teşekkürler. Çox sağ olun Sərkar xanım. Təşəkkür edirik. Son rəhmət. Gedək İndoneziyaya. Padang Dövlət Universitetindən qatılan Halimə Tuşaklıya xanıma vermək istəyirəm sözü. We give the floor to Mrs. Halimə Tuşaklıya. Yes. Halimə, you can start. Aha. Padang Sumatra'da değil mi Anar? Sumatra'dan mı katılıyor? Okay. Hello everyone. Yes. First of all, I feel deeply honored to join this special event dedicated to Azerbaijan Victory Dance and National Flag Day. Today we celebrate not only the triumph of a nation but also the unscatable unity, courage, and dignity of the Azerbaijan people. We defended their homeland with love and service. Hörmətli iştirakçılar, əvvəlcə demək istəyirəm ki, Azərbaycanın Zəfər Günü və Bayraq Günü nəsr olunmuş bu xüsusi tədbirdə iştirak etmək mənim üçün böyük bir şərəfdir. Bugün biz yalnız bir xalqın qələbəsini deyil, həm də vətənini sevgi və fədakarlıqla müdafiə etmiş Azərbaycan xalqının sarsılmaz birliyini, cəsarətini və ləyaqətini qeyd edirik. Okay. The flag we honor today is more than a symbol of color. It represents the hopes, struggles, and victory of a proud nation. Its three colors remind of freedom, progress, and white values that continue to guide Azerbaijan toward peace and development. Bugün ehtiram göstərdiyimiz bayraq sadəcə rənglərdən ibarət bir simvol deyil, o qürurlu bir xalqın mübarizəsini və qələbələrini təmsil edir. Onun üç rəngi bizə azadlıq, tərəqqi, inam kimi dəyərləri xatırladır, hansı ki bu dəyərlər Azərbaycanın sülh və inkişaf yolunda irəli aparır. As a young person from Indonesia, I see how the victory of Azerbaijan is not just a national success but universal message. The unity fight and the justice always prevail. The victory inspires all a nation to stand firm for truth and praise. İndoneziyalı bir gənc olaraq görürəm ki, Azərbaycanın qələbəsi təkcə milli uğur deyil, həm də ümumbəşəri bir mesajdır. Birlik, inam və ədalətin hər zaman qalib gəldiyi mesajı. Bu zəfər bütün xalqlara həqiqət və sülh uğrunda qətiyyətlə dayanmaq üçün bir ilham verir. Today, as we commemorate to heroes who made this victory possible, we also renew our commitment as a young people to build bridges of friendship, to defend peace, and to honor the
legend through of actions. Bu gün bu qələbəni mümkün edən qəhrəmanları yad etməklə yanaşı, biz gənclər olaraq öz öhdəliyimizi yeniləyirik. Dostluq körpüləri qurmağa, sülhü müdafiə etməyə və onların mirasını əməl və davranışlarımızla yaşatmağa. Let's remember to the spirit of victory is not only found on the battlefield but also in our hearts. In every act of unity, kindness, and perseverance, by carrying this spirit forward, we ensure that the light of Azerbaijan victory continues to shine for a generation to come. Unutmayaq ki, zəfərin ruhu yalnız döyüş meydanında deyil, həm də qəlbimizdə hər bir birlik, mərhəmət və səbr addımında yaşayır. Bu ruhu yaşatmaqla biz Azərbaycanın zəfər işığının gələcək nəsillər üçün daim parlamasını təmin edirik. Thank you, and I wish for the even great success. Çox sağ olun və bu tədbirə uğurlar arzu edirəm. Thank you for your speech. Halimah Tuzakdiaz, the deep respect you show for the memory of our martyrs and the way you expressed their sacrifice with such meaningful words made us truly proud. I wish you every success. Terima kasih. Bir dəqiqə. Həlimə xanım buna cavab verməlidir. Aha. Sumatra'dan değil mi eşyalar? Sama-sama, Anar. Sama. Cemal'cim səhv etmirəmsə Sumatra'daydı. Sumatra, çünkü Sumatra'ya gitmiştim. Tip olarak da Endonezya'nın halkları çoktur biliyorsunuz. Tip olarak da böyle şeye Medan, Banda Aceh o taraflara yakın olduğunu görüyorum. Oralara gitmiştim. Sima'yı da öyle benzettim. Çox sağ olun Cemal'cim. Allah razı olsun. Cümlemize. Cemal'cim gənclər də, hocalarımız da tam zamanı uydular. Artıq bir saatdə demək olar ki 11 çıxışçı konferansın birinci bölümünü bitirdik. Cemal'cim istəyirəm şəhid ailələrinə ki, indi isə sözü Murtuz Kərimov, Ağstafa şəhidi Sübhan Kərimovun atasına vermək istəyirik. Buyurun Murtuz ata, söz Murtuz sizdə. kardeşim hoş geldiniz. Axşamınız xeyir, dəyərli konferans iştirakçıları, dəyərli Cəmaləddin hocamız, dəyərli qonaqlar, hər birinizi salamlayıram bu Zəfər Bayramı ərəfəsində. Dəyərli iştirakçılar, onu demək istəyirəm ki, indiyənə qədər son 200 ildə biz xeyli bayramlar qeyd eləmişik. Sevinclə, nə bilim, təmtərafla. Amma bir dənə bayramımız yox idi bu 200 ildə. Bu Zəfər Bayramı. Tarixən torpaqlarımız həmişə işğal olmuşdu, cənubdan, nə bilim, şərqdən, qərbdən. Amma bu Qarabağ işğalını bizim o qəhrəman ordumuz, qəhrəman balalar 44 günə azad elədi və Azərbaycan tarixinə 8 noyabr Zəfər Bayramı təqdim elədi. Rayonda da bir neçə gündür silsilə Zəfər Bayramı tədbirləri keçirilir. Şəhidlərimizin ruhu şad olsun, çox qürurluyum. Hocam, mən dünən bir yürüyüş keçirildi Heydər Əliyev prospektində. Bizim rayonda Gülboz atları var. Atlıların yürüyüşündən, hərbiçilərimizlə, inan, prospekt boyu insanlar əllərində bayraq, sevgi ilə, alqışlarla bizim hərbiçiləri alqışlayırdılar. İnanın, ondan böyük qürur, nə bilim, mən hiç bilmədim. Var olsun Azərbaycan ordusu, var olsun Ali Baş Komandanımız ki, Azərbaycan xalqına bəxt ediyim kimi belə bir Zəfər Bayramı verdilər bizim xalqımıza. Minnətdaram hər birinizə hocam. Belə bir dünən də, bugün də möhtəşəm bir konferans oldu. Hər birinizə təşəkkürlər.
Ben teşekkür ederim. Anar Süphan'ın bugün şehit olduğu gün olduğunu da biliyorsun değil mi? Evet, evet hocam. İlk sözü vermek de şimdi bu tesadüf müdür? Yok yok hocam. Yazıyı okusana. Şuşa'nın Evet özgürlüğü için yapılan savaşlara katıldı. 9 Kasım 2020 yılında Şuşa'nın kurtarılması sırasında şehit oldu. Allah sizi var eləsin hocam. Minnətdarım. Cümlemizi. Bak Diqqətimizə tam görə gününde ilk sözü vermekle tam ortadan vurdun yani. Tam gözünden diyorlar ya Cevat Evet. hocam. O şey Allah diyorum ya böyle bak gülerek hep anmalar. Onu diyorum bu bayramdır. Hiç böyle bu iki günü demişim hiç o ağlanan smilleri olmayacak. Onun için Murtuz Bey kardeşim çok teşekkür ederim. İyi ki varsınız. Süper hepimizin evladı var artık. olun. Var Bugüne olun. gelmesi çok güzel denk. Çok sağ olun Evet. Murtuz. Şimdi bir yakışıklı şehidimizden öbür yakışıklı şehidimize geçelim. Salam, axşamınız xeyir. Konferans iştirakçıları salamlayıram. Aleykümselam, hoş geldiniz. Cəmaləddin Qocanı salamlayıram. Anar bəyi salamlayıram. Hamınızı salamlayıram. Bu gözəl gündə, bayram günündə bütün Türk dünyasını salamlayıram. Türk dünyasının bayramıdır. Bu tək Azərbaycanın yox, Evet. bütün Türk dünyasının bayramıdır. Şəhidlərimizin Allah rəhmət eləsin, Allah səbir versin valideynlərinə. O şəhidlər olmasaydı bu qələbəni qazana bilməzdik. Gərək ki, şəhid verək, o qələbəni qazanar. Bu qələbəsini qazandıq və Azərbaycan, Türk dünyası xoşbəxt yaşasın. Bu günlərə gec qoşulduğuma görə mənim bu günlərə Bakıdan qonaqlarım gəlmişdi, ziyarətə gəlmişdilər. Zahidin oxuduğu məktəbdən, kollecdən, İnşaat Kollecinin müəllim heyəti gəlmişdi. Onlar elə yarım saatlı yola salmışam, gediblər. Sağ olsunlar, təşəkkür eləyirəm o məktəbin müəllim kollektivinə ki, onlar 300 kilometr yolu gəlib, onlar mənə dedilər ki, biz Tovuzda şəhidi ziyarət edib Tovuzdan. Yəni, onlar o qədər mənə qürur verdi ki, Tovuzdakı şəhidi ziyarət edib yardımla Tovuzun arası 600 kilometrdir. Nereye değil mi? En güneye. Bəli, təşəkkür eləyirəm elə kollektivə də, şəhidə dəyər verən insanlara da təşəkkür eləyirəm. Sağ olsunlar, bu bayram günündə hamını təbrik edirəm. Bütün Türk dünyasını təbrik edirəm. Sağ olun. Allah hepsinden razı olsun. Hepinizden. Sağ olun. Allah razı olsun Azad ata. Ve burada bir güzel kardeşimiz de var hocam. Şahin kardeşimiz de var. Evet. Salam, xeyir olsun, xoş gördük. Aleykümselam. Ana qardaş, səni görmək xoş oldu. Allah sənə ömür versin. Sənin yerin başqadır. Bugün mən də hər kəsin bayraq gününü təbrik edirəm. Allah cəm şəhidlərimizə, rəhmət qazilərimizə şəfa versin. Bizim bayrağın rəmzlərini dedilər, amma bizim bayrağın üstündə bir rəng də var ki, o bizim sülhdü, azadlığımızı bildirir, ağ rəng. Biz daim azad, biz daim sülhü sevən bir türkük. Bu Türk dünyasında da elə belədir. Bayaq İrəm xanım idi, səhv eləmirəmsə, Türkiyədən bildirdi ki, mən asker qızıyam. Bir asker evladının nə demək olduğunu mən də bilirəm. Çünki mənim atam həm polisdə işləyibdi, həm könüllü batalyonda və Müdafiə Nazirliyi yaralanmada da oranın ilk zabitlərindən olubdu. Hər an qazini, hər an şəhidi gözləmək deməkdir. Daha sonra eyni qardaşımda və çox-çox böyüklərimdən üzr istəyirəm. Artıq mənim sizin nökəriniz deyək, bizim o qədim kişilərin dediyi kimi nökəriniz artıq əskərdədir. Qürur vericidir. İnsan hərbiçi ailəsi olmaq, şəhid ailəsi olmaq həqiqətən qürur vericidir və o qüruru yaşamaq lazımdır. Biz bu günlərsə bəzi yerlərdə görürük ki, çox insanlar vardır ki, şəhid ailələrini, şəhid analarını tənqidi yanaşırlar ki, ay gülür, ay oynadı, ay... Siz də bilirsiniz ki, o zaman şəhidlər ölməyibdir və şəhidlər sağdılar və ən uca bir mərtəbədədirlər. Mənə elə gəlir ki, elə güləsi insan şəhid anasıdır, sevinəsi insan şəhid ailəsidir. Çünki hər kəsin balası dünyasını dəyişir və istəyir biri qəzada, biri xəstəlikdən, biri durduq yerdə
Amma şəhidlərimiz bu ölkənin azadlığı uğrunda canlarını qurban veriblər. Millətin rahat yaşaması üçün qurban veriblər canlarını və ona görə də o ailələr elə qürurla, fəxrlə dayanmalılar, fəxrlə gülməlidirlər ki, çünki onlara o yaraşır. Siz həmişə vurğulayırsınız ki, şəhid ailələri ağlamasın. Həqiqətən də sizin sözlərinizdə çox hikmət var. Bayaqlam da sizə vurğuladılar ki, sizi dinləmək insanı rahatladır. Yəni doymur sizin sözünüz. Çünki o qədər gözəl, o qədər mənalı, düzgün şəkildə izah edirsiniz ki, insanları hərəni öz dilində, hərəni öz başa düşəcəyi bir kapasitədə deyək, yəni onlara başa salırsınız. Bunun özü də çox gözəl bir psixoloji, belə deyəm də, bir dəstək deyərəm. Çünki o insanlara onu aşılayırsınız. Həqiqətən də sizinlə qürur duymaq, nə qədər desən, azdır. Anar qardaşım da eyni. Biz torpaqlarımızı almışıq. Biz Fatih deyilik. Çünki Anar qardaşım bir dəfə bir tədbirdə idi da. Orada Əkbər Qoşalı da var idi. Bizim dostumuz, dəyərli bir insandır. Orada danışığımızda belə bir söz dedi ki, Fatih, mən ondan sonra elə bir ki, insan deyir, hər bir danışıqdan bir şey öyrənir və qulaq seyir eşitməsə kar olar. Orada dedi ki, Fatih başqa bir yeri fəth edən deməkdir. Yəni, haranısa fəth etməkdir. Biz bəzən Fatih sözünü elə bilirik ki, bizim uşaqlarımız Fatih deyəndə qeyri-adi bir simgə, bir stimul, bir ad verir ona, amma Fatih deyirlər bizimkilər. Bizimkilər öz torpaqlarını azad edən qeyrətli oğullardır. Mən qürur duyuram Azərbaycanın belə dəyərli insanlarla. Bizim şəhid atamız məndən öncə danışdı. Çox gözəl görürsünüz, necə qürur verici danışdı. İnsan baxanda və fəxr eləyir ki, həqiqətən də elə gözəl insanların elə şəhid evlatları olur və o şəhidlərə görə də o valideynləri dəyərləndirir və qiymətləndirirlər. Hər zaman qəlbimizdəsiz. Allah sizdən razı olsun. Anar qardaşım da ekdə, Anar başımızın tacıdır, o bizim ürəyimizdir. Allah razı olsun. Var olun. Öpürəm ana. Sağ olun. Ben de çok sağ olun. Çok teşekkürler. Selam, hayırlı akşamlar. Başardık işte Zoom'u bugün. Evelallah, sevindim. Akşamınız xeyir hocam. Hayırlı akşamlar, çok sevindim. Hayırlı akşamlar. Ben de çok memnun oldum. Çok sevindim hocam. Hamınızı salamlayıram. Anar Bey də, sizi də, konferansda iştirak edən bütün üzvlərin hamısını salamlayıram. Mən də dünənki Zəfər Bayramı münasibəti ilə, bugün bayraq bayramı münasibəti ilə hamınızı kutlayıram. Bayramınız mübarək olsun. Zəfər Bayramını bizə yaşadan şəhid oğullarımızın ruhu qarşısında baş əyirəm. Onların ruhu şaddır. Çünki Qarabağ torpaqlarımız azad olundu. Mənim oğlum Seymur hələ körpə vaxtından, balaca vaxtından, yəni özünü başa düşdüyü gündən o televizorda həmişə baxanda o çox balaca olmağına baxmayaraq əsəb keçirirdi ki, bu torpaqlarımız nə vaxt alınacaq? Sonra bayramlarda bayaq bir xanım danışdı, bayram tarix müəlliməsi. Bayramlarda həmişə baxırdıq biz televizorda, tədbirlərdə müğənnilər oxuyurdular. Sonra deyirdilər ki, o gün olsun Qarabağ torpaqlarında konsert verək. Həmişə onda bizim evimizdə o söhbət gedirdi ki, ay Allah, bu nə vaxt baş verəcəkdir? Nə vaxt onlar gedib Qarabağ torpaqlarında konsert verəcəklər? Şükür Allaha, şükürlər olsun Allahıma. Torpaqlarımız alındı və onların hamısının, bizim də hamımızın arzusu yerinə yetdi. Allah'a şükürler olsun. Allah'a şükürlər olsun. Hocam, şəhidlərimizin ruhu şad olsun. Bütün millətimiz şad oldu ki, biz İlham Əliyev demişkən, prezidentimiz demişkən, demir yumruk. Bir yumruk altında, demir yumruk altında bütün Azərbaycan xalqı, belə müharibəyə getməyənlər, belə xalqımız, əskərlərimizin, bu müharibədə iştirak edənlərin hamının arxasında durdular, kömək elədilər. Sağ olsun bizim xalqımız. Çox sağ olun hocam, çox sağ olun, məmnun oldum, çox sağ olun. Allah sizləri var eləsin. Şəhidlərimizə dəyər verirsiniz, qiymət verirsiniz. Bütün Azərbaycana, Almaniyaya, hər yerə
bizim oğullarımızı tanıtırırsınız. Allah sizden Bunlardan şeref duyuyorum. 1000 dəfə razı olsun. Milyon Cümlenizden. dəfə. Bununla da daha bir konferansımızın sonuna geldik. Hocam açar sözü diyeyim. Yani açar sözümüz bence bayrak olsun. Tamam. Çok çok teşekkür ederim hepinize katılımınız için. Şeref duyduk. Zaferimiz, bayrağımız hep böyle ben gözle bakmıyorum. Yani Azerbaycan böyle ben oranın vatandaşı olmasam da hiç o gözden bakmıyorum. Bu benim vatanımın zaferi, benim vatanımın bayrağı. Dolayısıyla çok çok seviyorum. Bunu zaten hepiniz biliyorsunuz. Hepinize çok teşekkür ederim. Buna vesile olan o aslanlar gibi şehitlerimizi ta en başından beri bütün şehitlerimizi dediğim gibi daha öncekiler ekti, şimdikiler biçti ve biz bu hasatın ürünleriyiz. Hepsine çok çok teşekkür ederim. Allah sizleri var eylesin. Birliğimizi, beraberliğimizi daim eylesin. Birlikten nasıl kuvvetli olduğunu gördük. Allah razı olsun hocam. Cümlenizde. Çok sağ olun. Bununla da daha bir konferansımızın sonuna geldik. Bu vaxta kimi bizlə qalan bütün dostlarımıza, hocalarımıza təşəkkür edirik. Növbəti konferanslarda görüşmək ümidi ilə. Sağ olun. Gecəniz xeyrə qalsın. Allah'a Hayırlı emanet olun. geceler.